Dövlət qulluğu onlayn hazırlıq, həftədə 2 dəfə 90 dəqiqə, qanunvericilik, məntiq, informatika, Azərbaycan dili. İlk sınaq dərsi ödənişsizdir. Paket 150 AZN. Hədəfinizə addım-addım yaxınlaşdırırıq. Əlaqə 051 688 26 50. Bu əslində iki dəftər olmalıdır. Böyük dəftər götürüb ki, bir dəftər olsun, həm də daşımağa güya ki az olsun. İndi o birləri göstər görüm. Sonra informatikanın dəftəri və kitabın üzüdür. Sonra Azərbaycan dili, Azərbaycan tarixi dərsi, dərsliyi və ya dəftəri, riyaziyyat, din. Ondan sonra bugün dərsliyi yox idi, mən də ona görə onu apardım. Qayda dəftəri və tapşırıq dəftəri. Ardınca gəlir coğrafiya, din, coğrafiya dərsliyi, onun da dəftəri var yenə. Gəlir Azərbaycan dili, qayda dəftəri və tapşırıq dəftəri. Buradakı yeni dərsliyin özü. Burada belə kiçik nəsə qeyd aparmaq olanda lazım olanda Bu bir ağırlıq daşımır da, bir şey deyil bu. Buradakı belə müəllimlər. Burada müəllimlərin verdiyi bu təşəkkürnamədir. Tədbirlərdə olanda verilən vərəqlər, müəllimlərin verdiyi dərsləri belə bura qoyuram. Tarixo. Yəni heç bunun da bir ağırlığı yoxdur. Bu da yüngül bir şeydir. Amma ümumilikdə, yəni bunları təzədən yığsın kanala, çəkəcəm görüm. Neçə kilodur? Məsələn, o bilərdi informatika kiçikdir. Bunun yerinə daha da böyük türkçə dərs var. Onda dərslikləri çox qalın. Yəni doğrudan da uşaqlar çox zülm çəkirlər. Vallahi bizim dövrümüzdə bir dərslik var idi. Yəni bir də dəftərimiz olurdu da. Məsələn, coğrafiyadan bir dənə dərsliyimiz var idi. Dəftər böyük siniflərdə artıq lazım olurdu. Nəsə ölçülər aparmağa, qeydlər aparmağa. Riyaziyyatın bir kitabı var idi, bir dəftər var idi. Ana dili, Azərbaycan dilinin bir kitabı, bir dəftər var idi. Vallahi bu kitabın çox olmağı, uşaqların yaxşı oxumağı və yaxud da ki, nə bilim, ağıllı olmağı demək deyil. Hələ bu var. Riyaziyyat kitabı, test toplusu, test tapşırıqları. Yəni Allahın adına and olsun ki, saxlamaq mümkün deyil. Yəni bu böyüklükdə kitab, bu dərsliklər, izahi testlər, yəni bu məntiqdir də. Hə, bilirəm, oyda tuta bilmirəm ki. Yəni yəqin bizim dövrdə o cəbir kitabı falan yadınızdadır da. Bu Azərbaycan dili testləridir. Yəni hər dəfədə türkçə dərsliyidir, bu ağırlığı. 2 dənə də türk fənnimiz var idi, onlar çıxarıldı bu il. Hər dəfədə müəllimlər bunu tələb edir ki, niyə testin yanında deyil, niyə iş dəftərin yanında deyil, niyə falan şey gətirməmisən. Yəni bu uşaqlar bunu daşıyırlar. Vallahi müasir dövrdəyik. Bilmirəm, yəqin ki, hələ yaxın gələcəkdə olmayacaq, amma kaş ki, bunları kompüterləşdirsinlər.